Salam dostlar, bugün sizlərlə futbolcu kartı açdığımız bir oyun oynayacağıq və birinci kartı açdıq. Bunu bedava vermişdi. Adama Tra nəysə, yəni 25 para verən bir futbolcu çıxartdıq. İndi isə biz paketlərə getdik, 500-dən aldıq. Bu paketdə açıram. Yəni bu videoya əgər yaxşı like gəlsə, sizə bir dostumu gətirəcəm. Bu dostum yəni mənə yaxşı kartlar verəcəkdi. Yaxşı demək nədir? Yəni bombastik kartlar verəcəkdi. Burada nələr göstərir? Burada tümün al deyəndə 7 elmas verdi. Hara getdi elmas? Hə, qıraqda bu tərəfdədir. Nəysə, biz buralarda görək nələr var. El yapımı dükkanı. Bu müzəffər elə elmas qazanmışdıq. Nə varsa göstər. Oha. Biraz bahaymışlar. Biz bunlara neyse sonra baxarıq. Ondan sonra başqa nələr var? Aha, ücretsiz dönüş var. Bunu alaq və döndürək. Yaxşı şey versə yaman olar. Ay, aha, bonus. Bir dənə də spin aldıq. Təzdən döndürək. Yəni, bunu biz də ala bilirdik, yəni. O qədər də şey deyildi. Nəysə. Biz bunu da açaq. Speed. Nə əlaqə? Speed futbolçudur. Mən bezim hanı? Nəysə, asaq. Speed də qoyaq. Gör quşağı çıxdı. Speedimiz 6000 paramız var. Pala. Bir dənə 5000 yalaq. 3 dənə də bundan. Ya Allah. 1, 2, 3. Totem. Hakimi. Bunları da açaq. Bu yanında otomatik açma var imiş. Onu bastım. Bunlar effektli də çıxa bilirlər. Və altda da effektlər var. Nəysə, biz bunları bir dənə də speed çıxdı. Normal 8 verilmiş. Rafael Leo. Ondan sonra nədir? Onu basanda belə olur. Hə, biz Rebit atmalıyıq. Rebitə nələr istəyir? Bu nədir? 50.000 poro. Nəysə, biz bunlara sonra baxarıq. Ondan sonra burada indeksdə yenə nələr saçıldı. Hamısını ala bastıq. Hə, indi də bunlar biraz para kassın. Bunları yığım. Görək başqa nə paketlər ala bilirik dostlar. Paketlər. Ondan sonra çıxdı. Paketlər. 14.000 para pulumuz var. Rebit atmamız da hələ var. Ona görə biraz bundan alaq. 2 dənə ala bildik. Qoyduğum üstünü düzəldim. 1000 də alaq. 5000'ə. Bəlkə 9 Robux'a 10 dənə bundan alın. Ya da bir dəqiqə. 15 Robux'a 10 bundan aldım. 15 Robux'a 10 dənə bundan aldım. Dostlar. İlk öncə bunları açaq. Yaxşı şeylər çıxması da olar. Həmən oto açmanı açdım. Hakimi yenə çıxdı. Aha. Bəyək aldığımız kartlar çıxdı. Neymar. Ondan sonra bunlar kimdir? Tanımadıklarım var. Hakimi nə qədər çıxır? Bruno Fernandes, qəşəng. Bunlar niyə açmır? Hə. Reus kimdir? Elə bildim son çıxdı. Ondan sonra son çıxdı elə. Son da aldıq. Neymar bir dənə də çıxdı. Əməlli baş gelişəcək dostlar. Arda Güler çıxsaydı yaman olardı. Nəysə. Bu X5. Oha. Yaxşı kartlar çıxıb. Bunlar nədir o? Lider tablosu. Bu nədir? Nəysə, bu tərəfdə bir şey görmüşdüm. Mən bura baxım. Hazır deyir. Nəyə hazır deyir? Buna evet bırakın deneyim. Rebit vaxtımız gəlib, amma hələ atmayacağım.
O çox yaxın keçdikdən deyil, amma yenə də endişələnmə şansı gün sənin yanında olmalı. Amma yarın geri dönəcəm. Nə idi anlamadım, amma nəysə, buradakiləri da alaq. Bizim nə qədər elmasımız oldu? 92 elmasımız oldu. Ondan sonra arkadaşlar Rabbit vaxtı gəlibdi gəlməyinə. Görən bütün petlərimiz gedir. Məncə getmir. Nəysə. Dəqiqə pulları yığım mən biraz kart alım. Puldan gedir. Bugün burada Rabbit'dən deyir. Paranın dışında hər şeyi saklarsın. Hə, bir dənə pul gedir. Eyb yoxdur. Rabbit attım getdi. Nəysə. Kartlarımız durur yerində. Mən pulları yığım. Buradan pulları yığdıq. 22.000'də ama burada neler var? 9 Robux yok, lazım değil. Buralar nətər açılır? 29 Robux. Hə, 5 yeniden 2 yeniden doğma bura açıldı. Biz onda neyse yani ondan baxaq. Onu incəsəm biraz zəifdir. Aha. Günlük ödül də verdi. Açdıq. Yaxşı çıxmadı məncə. Yəni yaxşı oxşamır. Bu nədir Allah? Diyor. Neyse buradan da tümünü al bastıq. Yeniden eklet. Bunları yığaq. 200.000 pulumuz var. İndi paketlərə baxmalıyıq. 15.000, 50.000. Oha, 50.000. Bundan əməlli başlı ala biləm. Aldım və açırıq sizlərlə. Mən deyəsəm bundan Robux'dan almışdım. Hə, Robux'dan aldığımdandır. Yəni o qədər də şey eləmədi Robux. Amma eybi yoxdur, sizə dəyər. Görək nələr çıxır. Heç nə çıxmadı. Boş verin. Bezimizi düzəltdik. Rabbit indi nə qədər istəyir? 1 milyon. 1 milyon məncə bizə asan olacaqdı. Amma kimi mən pulları yığdım. Başqa nələr var? Burada turnuva var. Auto join. Nə alaka? Evet, join, qatıl. Nə aldıq ki? Bir 2 dəqiqə içində qatılacaq deyir. Nədir bilmirəm. Ondan sonra nəysə biz pullarımızı yığaq. 186.000 pul oldu. El yapımı dükkanı nədir ona baxaq. Kupalar. Burada kupalar craftlaya bildik deyəsən. Amma heç bir də stokda yoxdur. Onda nəyə yarayır ki? Dondurma kamyonu. Dondurma satıcısı. Yaz dükkanı açıq. Oha. Bunlar necə? Hə, biz deyəsən başa düşdüm. Bir dəqiqə söhbət et. Yuxarıda dəniz qabığı var. Ondan lazımdır bizə. Onda nətər alırlar bilmirəm. Takas meydanı. Kartlarınızı takas edin. Mən bura bir dənə gedim bax. Yox, yenidən də o şey ehtiyac var. Ondan sonra başqa. Oha. Neçə? 1 milyar. Pulunu ala bilsəydik bunu. Kartı çalıb bir dəqiqə neçə Robux. Oo, yox. Bahat. Özel kart çalınamaz deyir. Ən zəif kart da olsa olar çalmağa. Yox, bu ən güclü kartıdır. Bu neçədir? Kart da çalınamaz. Bunlar da çox bahadır axı. Oha. Bunlar nədir? Hə, yarış başladı deyəsən. Turnuva bayaq qatıldığımız turnuva başladı. Andres. Neysə bu adamla yarışacağıq. Ha, mənim kartım daha güclüdür. Mən başa düşmürəm necə olur. Yəni amma hələ ki döyüşdürürük.
Adam da zəifdir deyəsən. Mənim kartım yendi. Neymar gəldi. Neymar bunu udacaqdı. Yəni qəribə bir yarışma edibdilər əslində. Görəsən nə verəcəkdi? Yəni bundan sonra. Hə, ikinci tur başlayacaq. Biz deyəsən nəysə bu adamla yarışırıq. Görək nə olur. Damage azdır. 200'dən bizimki daha çoxdur. Adamın adı nədir? Dembele. Kibar efendi. Nə qəribə adlar var futbolcuların. Yəni tanım yox. Hələ Modric yaxşıdır. Modric xoşlayıram. Amma Neymar qədər yox. Neymar qazandı əlbəttə. Son bir yerdə. Bizimki amma damage daha çoxdur nədənsə. Bizim HP də çoxdur, yəni can. Parıltılıdır bizimki. Hə, effektinə görə ola bilər. Aha, sonda Hamuza şəxslə yarışırıq. Görək kral inşallah biz olarıq. Nə deyirəm? Getdik. Bu adam yox, bu da biraz Bernardo Silva. Yox, adam güclü adamdır bu da. Amma bizi qədər yox. Nəysə, görək bu turnuvanın qalibi kim olacaq. Dostlar, qazanacağıq deyəsən amma. Yəni çox başa-baş getdi əslində. Hə, biz qazandıq, yəni %100. Arxada 2 dənə karakter var, onsuz da katıldın. 5 euro. Bunlar nədir? Bilmirəm. Bunlar baxaq. Məncə 38-ə döndürmə. Yox, Jolge paketə görəsən hansıdır? 85 jeton var. Bir də 40, 30, 70. Yox, biraz çox edir. Elmas alaq, bir də bunu alaq. 33 jeton qaldı. Nəysə. Biz gedək, döndürək çarxı. Jeton, belə elmas da 130 neçəydi. Baxaram sonra. Nəysə, inşallah yaxşı şey çıxar. Limited, yox, limited çıxmadı. Bir də çevirdik. Limited çıxsa yaxşı olar. Diamond paket. Nəysə, bunu da açaq görək kim çıxır. İşte Braziliyalı bir futbolcu çıxdı. Deniz qabığı belə yığılır. Mən biraz dəniz qabığı yığım. Yaxşı gördüm. 4 dəniz qabığı. Nəysə, biraz yığıb gəldim. Dostlar, biraz yığacağım dedim, amma yəni buralarda çox yox imiş. Deyəsən günəş eventi olana gəlir bu qabıqlar. 24 dənə qabıq yığa bildim, görüm yəni nələrsə almaq olur. Yox, 50 istəyir, 35 istəyir. 110, 125, yox, arta gedir. 40 istədiyi var. Nəysə, inşallah biraz yığarıq. Burada yoxdur. Bu reklam deməkdir yoxsa? Yox. Tüm paketləri göstərdi. Nəysə, bu da buradan çıxan kimi elə arkadaşlarını davet edir. Ondan sonra biz öz base'imizə gedək. Bunlara da effekt düşməyib. Donmuş event, yox, asit event gəlmişdi. Buna da düşməyib. Nəysə, 2 milyon paramız oldu. Para pul. Deyə buna düşüb zehirli asit. Nəysə, burada bunları aldıq. Kartlarda 50 minlik yoxdur. 15 minlik də almağa dəymir. Biz onda rebit ataq. Rebitimizi attım. Aha, rebiti atdıq. Buradan ən yaxşıları taxdıq. Və biraz pul yığaq. Dostlar, başqa nə var? Biz buradan alıyıq. Nəysə. Bir də biz takas meydanı var idi. Yəni ora gedə bilərik daha. Ya da elə indi gedək.
tez gitme. VIP. Emir VIP. Neyse. Takas meydanına hemen gedim. 2 debitdə deyirdi gedə bilərsiniz. Ticarət mərkəzi. Futbolcuların da ticarət mərkəzi var imiş. Neyse gəldik. Nə var? Başa düşməm. Bunlar kimdə? Bizim nə? Bu jeton nədir o? Ondan sonra başqa nələr var? Biz burada stamp götürdü. Stamp götürək görək. Başqa nələr var? Düzənləməyə basmalıyıq. Ondan sonra bunu qoyduq. Neçəyə qoya bilərik? 3 olsun. 3'e qoyduq. Görək alın olacaqdı mı? Çünki hamı oy. Biz ən yaxşı bunu çıxardaq. Utandırdıq tam. Neyse biz yuxarı çıxaq şöyle yuxarıda nəsə var. İnşallah nəsə olar. Bir də burada takas atma dəyməz yəsində attım ama. Aha. Burada biz biraz özümüzü zəif olduğumuzu göstərək. Adam da bizə nələrsə verməyə çalışsın. Aha. Qəşək. Qəbul elə. Aha, biraz da verir. Mən bir yandan da burada parkur edirəm. Aha. Qəşək. Sağ olsun. Şimdi Adem Korsiga. Ada bax. Neyse bizə en azından kömək elədi. Onda mən həmən geri dönək. Qayıtmalıyıq da. Burada onsuz da çox hündür dəymiş. Ona görə ərindim yəni çıxmağa. Mən geri dönüm. Neyse döndük. Biz ən yaxşıları taxaq. Aha 4000 verirlər. Çox gözəl. Adam sağ olsun bizə bomba gibi kartlar verdi. Başqa nələr var? Takas meydanı buradadır. Bəlkə sonra yenə gedərik. Başqa nələr var? Neyse kartlara baxaq. Burada 1 milyonluq kart var. 1,5 milyon. Ben onda paraları yığaq. Nə qədər olmuşdur? Bir dənəsini alsaq bəs edər. Aha. Bir dənə ondan alalım. İçindən inşallah yaxşı bir şey çıxar. Açdım. 1, 2, 3. Alisson. Yaxşı deyil. İndeksdən də alaq bunu. Bizdə nə qədər? 211 elmas oldu. Aha, event də başladı. Neyse. Onda videonu sevdiyseniz abone olmayı ve like atmayı unutmayın. Bugünlük videodan bu kadar. Yani videoya yaxşı like ve ilgi gələrsə yəni mən bir dostumu çağıracağım. Yəqin ki milyonluq kartlar olmalıdır mən bildiyim qədərilə. Milyonluq kartlardan bir neçəsini alarıq. Sonra belki qaytarmarıq ama neyse. Bizim olar. Yəni video daha yaxşı olar. Yəni futbolu xoşlayırsunuzsa abone olmayı unutmayın. Bye bye.